Uzun müddətdir Nobody filmini izləmək istəyirəm. Bu gün həmin gündür. Sadəcə onu demək istəyirəm ki, mən niyə bu filmi bu vaxta qədər izləməmişəm? Çox bomba idi. Döyüş səhnələri o qədər qəşəng idi ki. Hələ filmin editi, hələ baş obrazın özündən bu qədər razı olmağı, yəni bir dənə qəşəng söz deyir, başlayır dalaşmağa, nə bilim. Hər dediyi sözü edit eləmiyorlar ya adamın, yəni o qədər havalıdır. Hələ digər obrazları falan. Yəni, çox ləzzətlidir. Hər tərəfli sevdim filmi. İkinci bölümünə də mütləq baxacağam. Görək necə olur. Bu bölüm bomba idi. Ümidvaram ki, ikinci də olar. İndi ikinci bölüm də bitdi. Çox əyləndim, çox güldürür. Həm döyüş səhnələri qəşəngdir, həm əyləncəlidir, insanı sıxmır, çox qəşəngdir. Hələ o döyüşdükləri səhnədə barmağın kəsir, barmağı düşür suya, balıq gəlir barmağına, mən də yeyir. Öldüm orada gülməkdən. Çox bombadır, ləzzət edir. Düzdür, birinci bölümün yanında biraz sönüydü. Amma yenə qəşəngdir. Əladır. Sevdim hər iki bölümü də. Bomba kimi.